Çünki bolşeviklər bir dənə iclas keçirəndən sonra dedilər ki, durun basın bayıra, biz belə bir parlamenti tanımırıq və ümumiyyətlə ləğv eləyirlər o müəssisələr məclisini. Orada hətta bir ara Amerika general qubernatorluğu yaratmaq istəyirdilər. Bizimkilər deyirlər ki, hardan çıxdı? Amerika hara, Naxçıvan hara? Yəni su verə bilərsiniz. Əlbəttə. O şey oldu. Biraz uzun danışdım deyəsən. Salam, bugünkü qonağımız Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt kitabının müəllifi Ayaz İlyasovdur. Ayaz bəy, sizə kitabınızla bağlı suallar vermək istəyirdik. Cümhuriyyət Tiflisdə elan olunur, sonra Gəncəyə gəlir. Bakı isə faktiki olaraq Şaumyanın və Sentro-Kaspinin əlindədir. Hökumət Nuru Paşa ordusu ilə köməyə gələnə qədər Bakıya girə bilmir. Bakı və ətrafında qətliamlar baş verir. Bu dövrdə xalqın gözündə onlar həqiqətən hökumət idi, yoxsa sadəcə bir qrup ziyalı dövlət oyunu oynayırdı? Çox maraqlı və hətta bir qədər də istədiyim provokasyon belə sual saymaq olar bunu, amma mən buna mütləq cavab verəcəm. Niyə görə? Çünki ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinə, bu insanlara qarşı müxtəlif ölkələrin, müxtəlif belə deyim dövlətlərin fərqli yanaşması var. Bəzi yanaşma siz dediyiniz kimidir. Hətta bu yaxınlarda mən sosial podkastlərdən birinin silsilə bu haqqda belə deyim də verilişdə etdiyini görmüşdüm. Mənə də maraqlı gəlmişdi ki, hardan yaranıb onların cümhuriyyətə və ardıcıl podkastlar çəkmək həvəsi. Bəlkə də sizin o prizmanızdan, sualınızın prizmasından yanaşaraq belə deyim, videolar hazırlayırlar. O vaxtı birbaşa tarixə yanaşsaq, biraz səhv etmiş olaraq. Ona görə də sanki o dövrdə necə yaşayırdısa insanlar, sanki o dövrdə vəziyyət necə idisə, həmin dövrə girmək lazımdır və onda başa düşmək lazımdır ki, niyə bütün bu situasiyalar baş verib. 17-ci ilin fevralında Rusiya imperiyası dağılır və ortada sanki bir boşluq əmələ gəlir. Müvəqqəti hökumət yaranır. Müvəqqəti hökumətdə vəziyyəti çox da belə idarə edə bilmirdi də. Və nəticədə nə oldu? 17-ci ilin oktyabrında bolşeviklər hakimiyyəti qəsb etdilər və çevriliş oldu orada. Məhz bunun nəticəsi idi ki, dediyim xaos daha da gücləndi. İndiki Azərbaycan, Ermənistan, Gürcüstan ərazisində faktiki vəziyyəti ələ alan bir hökumət yox idi. Düzdür, Zaqafqaziya komissarlığı var idi, sonra Zaqafqaziya Seymi yarandı, müxtəlif dövlət qurumları var idi, Bakı Soveti var idi 17-18-ci illərdə. Amma bu bütövlükdə vəziyyəti ələ ala biləcək bir belə deyim də, bir dövlət qurumu deyildi. Məhz bunun səbəbi idi ki, nəticədə proseslər elə yekunlaşdı ki, 18-ci ilin mayında həm Azərbaycan əhalisi, həm erməni əhalisi, həm gürcü əhalisi başa düşdülər ki, bunlar bir yerdə yaşaya bilmirlər. Konfliktlər var, ərazi mübahisələri var və digər belə deyim də böyük mübahisələr var. Yekunda elə oldu ki, birinci Gürcüstan çıxdı, 28 mayda səhər Ermənistan çıxdı Zaqafqaziya Seymindən. Axşama yaxın isə biz də çıxdıq Zaqafqaziya Seymindən və bildiyimiz Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Həmin dövrdə artıq keçmiş Rusiya imperiyası müharibədən çıxmışdı faktiki olaraq. Düzdür, bu da biraz mübahisəlidir ki, Rusiya imperiyasından sonra müvəqqəti hökumət davam etdirmişdi müharibəni. Vəziyyət belə aləm dəymişdi bir-birinə, ordular qatışmışdı bir-birinə. Amma yekunda nə olmuşdu? 17-ci ilin noyabrında müəssislər məclisinə seçkilər keçirilmişdi. Yəni əslində o müəssislər məclisinin seçkiləri müəyyən etməli idi ki, Rusiya imperiyası hansı formada davam edəcək? Respublika formasında, monarxiya formasında və həmin seçkinin nəticəsində də müsəlman əhalisindən 12 nəfər seçildi. Və bu əlbəttə ki, Azərbaycanın orada təmsil olunmalı bir şey idi, insanları idi. Amma o seçki artıq keçiriləndə, düzdür, onun keçirilməsi haqqında çoxlu belə deyim də qərarlar vardı, düşüncələr vardı. Artıq faktiki olaraq o seçki keçiriləndə bolşeviklər hakimiyyətdə idi və ilk iclası 18-in yanvarında keçirilmişdi. Bizimkilər gəlib çıxa bilməmişlər ora və yaxşıdır ki, gəlib çıxa bilməmişlər. Niyə görə? Çünki bolşeviklər bir dənə iclas keçirəndən sonra dedilər ki, durun basın bayıra, biz belə bir parlamenti tanımırıq və ümumiyyətlə ləğv eləyirlər o müəssisələr məclisini. Və bizimkilər də başa düşürlər ki, aləm deyib bir-birinə də. Yəni nəyinəsə eləmək lazımdır ki, indi o vaxt Azərbaycanlı anlayışı yox idi. Qafqazın müsəlman əhalisini qorumaq lazımdır. Bizə də ən yaxın, belə deyim də, həm din cəhətdən, həm milliyyət cəhətdən türklər idi və bizimlə Osmanlının yaxınlaşması həm də bir təbii zərurətdən doğurdu. Düzdür, Nuru Paşa ilk dəfə öz qoşunla bura gələndə faktiki olaraq Azərbaycan, indiki Azərbaycan arasına ayaq basanda hələ ki cümhuriyyət yaranmamışdı. Yəni 28 maydan əvvəl bura ayaq basmışdı və hətta sizə deyim ki, Qafqaz İslam ordusunu bura gətirmək üçün Nağı bəy Şeyx Samanlı
çox böyük səylər göstərmişdi, cəhdlər göstərmişdi. Bunun kitabımda da yazmışam. Əslində Qafqaz İslam ordusunun komandanı Osmanlı şahzadəsi də ola bilərdi. Sadəcə onun elə də belə yaxşı bir hərbi potensialı yox idi deyənə. Nağı bəy Şeyx Samanlı başa düşmüşdü ki, bu olsa vəziyyət yaxşı getməyəcək. Ona görə də Ənvər Paşaya şikayət etmişdi ki, mən onu otelin lobbisində içki içən yerdə görmüşəm. Biz belə adamın Azərbaycana gəlməsini istəməliyik. Bu da indi diplomatik belə fəndidir. Və təklif etmişdi ki, sizin qardaşınız olsun, Nuru Paşa olsun, Qafqaz İslam ordusunun deməli başında. Və Nuru Paşa bura gələndə təbii ki, Osmanlı dövləti ilk növbədə Osmanlı dövlətinin maraqlarından dolayısıyla addımlar atırdı. Bu sualın cavabını bəlkə də ən yaxşı şəkildə sizin sualınızın cavabını ən yaxşı şəkildə Milli Şuranın Gəncədə baş tutmuş sonuncu iclasında Məhəmməd Əmin Rəsulzadə vermişdi. Orada bir dənə belə gərgin vəziyyət yaranmışdı. Nuru Paşa deyirdi ki, Milli Şura buraxılsın. Müxtəlif fikirlər vardı ki, Cümhuriyyət ümumiyyətlə davam edə biləcək, edə bilməyəcək. Yəni o qədər gərgin olmuşdu ki, iclas hətta Milli Şuranın üzvlərindən biri Xarici İşlər naziri Məmməd Yusif Cəfərov ağlamışdı. İclasın ortasında ağlamışdı. Rəsulzadə də orada cəmaatı sakitləşdirib demişdi ki, yəni biz şükürləməliyik ki, bizim daxili işlərimizə qarışan bizim qardaşlarımız türklərdir. Məsələn, Gürcüstanda o vəziyyət almanlar idi. Vəbşi tamamilə başqa yerdən gəlmiş adamlar idi. O demişdi ki, biz şükür eləmək ki, bizim daxili işimizə qarışan bizim qardaşımızdır. Biz onlarla anlaşa biləcəyik. Və doğrudan da o səbirli şəkildə onlarla bir danışıqların aparılması nəticəsində bir çox məsələlərdə bəlkə də ortaq məxrəcə gəlinmişdi. Düzdür, hərbi istiqamət türklərin əlində, Osmanlıların əlində idi. Hətta belə bir maraqlı müqayisə aparmaq olar ki, bizdə Osmanlı imperiyasının 1-ci Dünya müharibəsindəki məğlubiyyətinə qədər hərbi nazir vəzifəsi yox idi. Çünki onlar hərbini öz kontrolunda saxlamışdılar. Mudos müqaviləsinin imzalanmasından 2 gün sonra hərbi nazir postu yaranmışdı. Ona görə də bu Osmanlının müdaxiləsi mi deyək, yoxsa dəstək mi deyək? Mən tərəfdarıyam ki, indiki prizmadan yanaşanda təbii ki, buna dəstək etmək lazımdır. Çünki o dəstək olmasaydı, faktiki olaraq nə Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunu davam edə biləcəkdi, nə də ki, Bakı azad olunmasaydı biz ümumiyyətlə necə olacaqdı? İndiki Azərbaycan Respublikası bildiyiniz kimi AXC-nin varisidir. Ümumiyyətlə biz indiki formada mövcudluğumuz davam edə biləcəkdik, yoxsa yox? O da bəlkə də böyük şübhə altında ola bilərdi. Cavabım uzun oldu, amma təəssüf ki, bu cavab ancaq bu qədər xronometraja sığa bilərdi. Uzun olduğu qədər də maraqlı cavab verdiniz və mən müstəqil Azərbaycan qadını olaraq məni ən çox maraqlandıran və mənə ən çox toxunan suala gəlmək istəyirəm. Buyurun. Bildiyimiz qədər qadınlara səs vermə hüququ, vətəndaşlıq hüququ, yəni birinci dəfə Azərbaycan Xalq Cümhuriyyəti verilib. Bəs sizcə real həyatda qəbul olunan qərarlar nə qədər keçərli idi qadınlara? Məsələn, ucqar bir kənddə bir qadın o səs vermə hüququna, o vətəndaşlıq hüququna nə qədər sahib idim? Başa düşdüm. Bu fikrin olması ki, qadınlara seçki hüququ Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib, bu həm düzdür, həm də biraz belə deyim də texniki yanlışlıq da ola bilər orada. Çünki faktiki olaraq ilk dəfə Azərbaycan qadını seçki hüququnu 1917-ci ilin noyabrında əldə etmişdi. Bayaq dediyim o Müəssislər Məclisinə, deməli seçkilər zamanı faktiki olaraq Azərbaycan ərazisində də necə ki keçmiş Rusiya imperiyası ərazisində qadınlara seçki hüququ verilmişdi, bizdə də eyni vəziyyət idi və qadınlar orada seçki hüququndan istifadə etmişdilər. Hətta belə bir statistika var ki, ən çox deməli indiki Azərbaycan torpaqlarının ərazisində yaşayan qadınlar o vaxt seçkiyə gəlmişlər, nəinki Rusiyanın digər yerlərində. Ümumiyyətlə o seçkilər belə maraqlı bir formada keçirilmişdi. İndiki kimi deyildi. Bu barədə belə rusların böyük bir hesabatı var ki, necə keçirilmişdi. Orada maraqla və təəccüblə ruslar yazırlar ki, niyə görsə Azərbaycanlılar seçkiyə oynaya gəlmişdilər. Və niyə görsə bu seçkini toy bayramla müqayisə etmişdi. Hamısı belə oynaya gəlir seçkiyə və bu ruslarda belə təəccüb və qəribə hisslər yaşatmışdı. Amma Cümhuriyyət vaxtında bizim belə qadınlara seçki hüququnun verilməsi həm də bu dolayısıyla istiqlaliyyət bəyannaməsində də yazılıb ki, yəni cinslərin bərabərliyi eyni dərəcədə həmçinin qadınların da seçkidə iştirakını ehtiva edirdi və ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyəti dövründə də bir müəssisələr məclisi təşkil etmək istəyirdilər. Bu parlamentlə müəssisələr məclisinin bir dənə fərqini izah edeyim. Bizim oradakı o vaxtki parlamentimiz Məclisi Məbusan idi. Məbusan deputat deməkdir. Məclis də bildiyiniz kimi, yəni deputatların məclisi. Amma müəssislər məclisi, dediyim bu Məclisi Məbusan seçki yolu ilə təşkil olunmamışdı. Belə deyim, şəhər və qəza orqanları öz səlahiyyətli nümayəndələrini göndərmişdilər.
Yəni birbaşa insanların səs verdiyi adamlar gəlməmişdi ora. Planlaşdırılırdı ki, müəssisə məclisi də keçirilsin. Yəni birbaşa insanların səs verməsi nəticəsində deputat seçilsin və o Bakıya gəlsin, parlamentdə otursun. O müəyyənləşdirsin ki, biz yəni respublikayıqmı, bəlkə indi belə qərar verəcək ki, yox, monarxiyayıqmı? Orada da bir çox belə deyim qərarlar verilmişdi. Təbii ki, qadınlara seçki hüququ verilmişdi. Biraz indiki dövrdən fərqli olaraq bəzi qəribəliklər vardı ki, tutaq ki, eşitmə, görmə qabiliyyəti olan insanlara seçki hüququ verilməmişdi. Bu da yəqin ki, dövrün zərurətindən irəli gəlirdi ki, yəni fikirləşirdilər ki, onları aldada bilərlər ki, sən ona səs versən, amma onu görmür onu səs verməyə. Amma ümumilikdə götürəndə siz məsələn Şəkidə yaşayan bir dənə qadını nəzərdə tutursuz ki, onun hüquqları nə dərəcədə təmin olunmuşdu. Belə deyək də, tam Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Osmanlının hərbi iştirakı vardı, sonra İngilislərin hərbi iştirakı vardı. 19-cu ilin avqustundan etibarən ancaq bizim belə deyim də o vaxtda rəhbər şəxslər tam olaraq vəziyyəti ələ ala bilmişdilər. Yəni İngilis ordusu buradan getmişdi. 19-un avqustundan 20-nin aprelinə qədər 8 ay eləyir də səhv etmirəmsə. Vəziyyət tam bizim əlimizdədir. Ona görə də bunu da nəzərə almaq lazımdır ki, hətta edilmiş və verilmiş qərarlar belə olduqca böyük idi o dövr üçün. Məsələn, burada da qeyd etmişdim, kitabda da qeyd etmişdim ki, Əkbər ağa Şeyxülisləmovun bir çıxışı var idi. O deməli qadınlara hüquqların verilməsi haqqında danışırdı, iş saatı barəsində danışırdı. Rəsulzadənin də bir böyük çıxışı var ki, məsələn hamilə qadınlar işə getməməlidir. Məsələn orada analıq məzuniyyəti dövrü və s. və axır. Şeyxülisləmovun orada çıxışı olur. Çıxışın sonunda deyir ki, yadımdan çıxıb bir dənə sözü də deyim ki, bir dənə ayrıca qərar qəbul olunmalıdır ki, hər kişinin maksimum bir arvadı ola bilər, ikinci arvadı, üçüncü arvadı ola bilməz. O deputatların gülüşünə səbəb olmuşdu. Niyə görə gülüşünə səbəb olmuşdu? Çünki yəqin ki, orada bir çoxunun ikinci, üçüncü arvadı var idi və biz indi deyirik ki, Şərqdə ilk demokratik respublika, parlament və s. və axır. Amma bu prosesi o çox qısa zaman ərzində həyata keçirmək mümkün ola bilməzdi. Yəni gəlib deyə bilməzdin ki, hansısa bir 75 yaşlı ağadır, onun 4 dənə arvadı var. Gəlib deyə bilməzdin ki, salam əleykum, biz orada demokratik respublika qurmuşuq. O 3 dənə arvadını imtina ilə. Yəni bu hətta deyim ki, səhv etmirəmsə 20-ci illərin sonuna qədər bu proseslər getmişdi də. Yəni düşünürəm ki, o proseslər hələ də davam edir. Bəlkə də mübahisəlidir. Bəli. Bəs müstəqil Azərbaycan qadını mənim müstəqil olmağımda, mənim təhsil almağımda, mənim öz ayaqlarımın üstə durmağımda Rəsulzadənin və o məclisin çox böyük rolu var deyə bilərmi? Siz parlament nəzərdə tutursunuz da? Yəni orada alınan qərarlar, qadınlar haqqında alınan qərarları nəzərə alaraq bir müstəqil qadın məsələn türklər Atatürkü özləri üçün bir xalq atası olaraq görür və deyir ki, mənim müstəqil qadın olmağımda, mənim səs vermə hüququm olmağında ən böyük rolu Atatürk oynayır. Biz o rolda kimi görə bilərik? Bu rolda sizə deyim ki, bir nəfərin adını çəkmək olmaz. Bəlkə də auditoriyanın çoxusu Əkbər ağa Şeyxülisləmovu tanımır, amma dediyim kimi o belə bir təşəbbüslə çıxış etmişdi ki, birdən artıq arvad olmasın. Rəsulzadə daha çox öndə ona görə görülür ki, ümumiyyətlə bu belə deyim də demokratik respublika ideyalarının qaynaqlandığı şəxsidir. 17-ci ilin aprelində hələ Qafqaz müsəlmanlarının iclasında o Azərbaycan muxtariyyəti sözünü deyəndə bir çoxu iclasda oturanların bir çoxu onu başa düşməmişdi. Ki sən ümumiyyətlə nəyi nəzərdə tutursan? Azərbaycan sözünü deyəndə sən nəyi nəzərdə tutursan? Və hətta görkəmli şəxslərdən biri də tələb eləmişdi ki, deməli yekun protokoldan Azərbaycan sözü çıxarılsın. Bu ona görə edilməmişdi ki, Azərbaycanı sevmir həmin adam. Onlar ümumiyyətlə başa düşmürdülər ki, bu adam nəyi nəzərdə tutur? Yəni muxtariyyət nə etmək istəyirsən, bu bölgə ilə Azərbaycan nədir? Rəsulzadə bu ideyaları sanki bizim insanlara damla-damla yer etmişdi. Birinci muxtariyyət ideyası ilə, sonra müstəqil respublika ideyası ilə sırf qadınların hüquqlarına və yaxud da insan hüquqlarına gəldikdə isə siz təsəvvür edin ki, uzun illər ərzində xan, ağa, bəy var. Parlamentdə və yaxud hökumətdə oturanlardan da bunu görmürlər. Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli. Bir oturmuş bir fikirlər var idi və bu oturmuş fikirləri bir anda dağıtmaq mümkün değildi. Amma orada verilən qərarlar, parlamentdəki verilən qərarlar, onların belə deyim, hökumətlərinin qərarları
çox dərin iz buraxmışdı. Düzdür, ola bilsin ki, o belə deyim də, hansısa çox dağlıq kəndə kimi gedib çıxmamışdı. Yəni ehtimal eləmək olar ki, bəlkə də Xınalıqda yaşayanlar, nə bilim, 19-cu ildə xəbər tutdular ki, biz müstəqil olmuşuq və 21-də xəbər tutdular ki, biz işğal olmuşuq. Amma bu prosesin hətta başlaması belə o dövr üçün çox unikal bir şeydir. Yəni orada bəzən siyahları görə bilərsiniz, İsveçrədə və ya Fransada seçki hüququ nə vaxt verilmişdi qadınlara. Bunların o qədər belə deyim də mütərəqqi ideyalarının çıxış etməsi bir çoxlarına görə ümumiyyətlə şok bir faktordur ki, siz nəyiniz o? Gəlib burada İnsanlar ümumiyyətlə yeniliklərdən qorxur, qaçıb özünüzdən onlara belə bəzən elə gəlir ki, siz özünüzdən Amerika çıxardırsınız da. Bu hardan gəldi ki, məsələn parlamentdə bir nəfər də qadın yox idi. Halbuki təklif olunmuşdu. Cəli Məmmədqozadənin həyat yoldaşı Həmidə xanım Cavanşirə təklif olunmuşdu ki, parlamentdə olsun. O imtina eləmişdi. Səbəbi açığı dəqiq məlum deyil, amma parlamentdə Şəfiqə Axundzadə adlı adam vardı. O orada həm stenoqrafçı idi, həm də digər belə deyim, kargüzarlıq işlərinə baxırdı. Və mənə elə gəlir ki, bəlkə də Şəfiqə xanımın ora salınması da bir simvolika idi ki, insanlar yavaş-yavaş başa düşsünlər ki, buradakı hansısa müəyyən vəzifələrə qadınları da qoymaq olar. Yəni və biz bunu fikirləşəndə ki, o vaxtda qadın deputat yox idi və ya da qadın hüquqları pozulurdu. Siz təsəvvür edin ki, 1900-cü illərin əvvəllərində dünyanın ən məşhur universitetlərindən birində, Cambridge Universitetində böyük bir mitinq keçirmişdilər ki, qadınlar burada oxumasınlar. Bütün tələbələr və müəllimlər çıxmışlar həyətə və belə bir velosipedin üstündə şalvar geyinmiş bir belə deyim, müqəvvə qoymuşdular və demişlər ki, siz təsəvvür edirsiniz ki, qadın gəldi burada oxudu, sonra bu velosipeddə sürəcək. Hələ bir şalvar da geyinəcək. Yəni Cambridge-də belə bu təsəvvürlərin olduğu vaxtda bizdə məncinə ideyaların olmasından biz yəni utanmalı deyilik. Bu təbii bir prosesin nəticəsidir. Məncə bizim utanmalı olduğumuz tərsinə hələ də o vaxtda o ideyaların olub da hələ də biraz geridə qalmağımız. Fəxrlə deyirik ki, hər zaman Şərqdə ilk parlamentar respublika bizdə olub. Amma respublikanın daxilində, parlamentin daxilində bir çox problemlər var idi. Kitabınızda da qeyd etdiyiniz kimi bizə düşmən olan daşnaqlar belə o parlamentdə yer alırdı. Sizcə o dövr üçün müharibədə olan ölkəyə bu qədər demokratiya çox böyük lüks deyildimi? Parlament haqqında birinci onu demək istəyirəm ki, bizim tarixçiliyimizdə belə qəbul olunub ki, Azər parlamenti 7 dekabr 1918-ci ildə qurulub. Amma mən bu kitabda da qeydləmişəm ki, ilk parlamentimiz əslində Milli Şura hesab olunmalıdır. Mən bu fikri hüquq elmi üzrə fəlsəfə doktoru Bəxtiyar Əslanbəylinin İlk Azərbaycan Parlamenti adlı məqaləsindən bəhrələnərək yazmışam. Niyə görə? İş orasındadır ki, 17 noyabrında mən az öncə dediyim müəssisə məclisinin seçkiyə keçiriləndə 12 nəfər Azərbaycanlı orada seçilmişdi. Sonra Zaqafqazi Seymi yarananda artıq kooptasiya üsulu ilə bu adamların sayı artırılmışdı. Kooptasiya üsulu nədir? Yəni orada müxtəlif partiyaların nümayəndələri vardı. Müsavat, İttihad və s. və axır öz saylarına müvafiq olaraq artırmışdılar. Yəni hansınsa sayı 5 idisə olmuşdu 10, hansınsa sayı 3 idisə olmuşdu 6. O qədər artırmışlar və olmuşdu Milli Şura. Orada da 44 nəfər otururdu və 27 may 1918-ci ildə məhz 44 nəfər tərkibdən ibarət insanlar faktiki bizim ilk parlamentimizi yaratmışlar. Çünki onlar onların özəyi birbaşa olaraq xalq tərəfindən seçilmişdi. Yəni 17 noyabrında insanlar gedib ora səs vermişdilər və orada həmin o 12 nəfəri görmək istədiklərini demişdilər. Həmin o 12 nəfərdən isə 44 nəfərə qədər artırılmışdı. Bu belə. Digər tərəfdən yanaşsaq 7 dekabr 1918-ci ildə yaranmış parlamentimizin ikinci dövrü və yaxud da indi müasir tarixçiliyimizdə parlamentin yaranması kimi olan dövrə baxsaq, düz deyirsiniz ki, orada Daşnaq partiyası da vardı, Erməni Milli Şurası da vardı, Rus Milli Şurası da vardı, səhv etməsə bir Alman, Polyak da vardı. Yəni bütün zümrələr, milliyyətlər təmsil olunmuşdu. Birinci olaraq ermənilər və ruslar ora daxil olmaq istəmirdilər, boykot eləmək istəyirdilər, amma 19-cu ilin yanvarında ermənilər qoşulmuşdular, ruslardan da qoşulmuşdu. Orada Malxazyanın çox belə maraqlı çıxışları var. Bəzi çıxışlara baxanda adama elə gəlir ki, o Azərbaycan yox, Ermənistan parlamentində çıxış edir. Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir və ona qarşı Rəsulzadə hər dəfə belə çıxış edib dedi ki, məsələn Qarabağ barəsində mübahisə olanda Rəsulzadə qətiyyətlə çıxış edib demişdi ki, bu həll olunmuş məsələdir və müzakirə olunması məsələ deyil, Qarabağ Azərbaycanın bir tərkib hissəsidir. Onların parlamentdə təmsil olmasının real birinci səbəbi böyük ehtimalla
İngilislərin və İngilis generalı Thomsonun belə deyim təsiri idi. Onlar sadəcə belə deyim də müsəlmanlardan ibarət parlament qura bilməzdilər. Həm də real da yanaşsaq axı o dövrdə müsəlmanlarla yanaşı indiki Azərbaycan ərazisində bir xeyli rus da var idi, xeyli erməni də var idi, gürcü də var idi və onların da təmsilçi hüququ orada olmalı idi. Və məhz parlamentin yaranmasından sonra aktiv şəkildə başladı bütün qərarların qəbulu, bütün layihələrin müzakirəsi. Hə, əgər tutaq ki, parlament olmasaydı nə ola bilərdi? Müsavat təbii ki, öz diktaturasını yaratmaq üçün lazımi qədər də qüvvəyə malik deyildi. Yəni belə indi özümdən atıram da təbii ki, yəni əgər Müsavat partiyası belə bir diktatura yaratmaq istəsəydi, elə bir onun qüvvəsi yox idi ki, desin ki, ittihada və ya sosialistlər desin ki, çəkilin qırağa, mən tək idarə edəcəyəm. Amma parlamentin iclaslarında əsas fraksiya Müsavat və birtərəflər idi. Və bir çox iclaslardan da görmək olar ki, hansısa qərarlar Rəsulzadə və onun tərəfdaşlarını qane etməyəndə onlar belə birbaşa boykot eləyə bilərdilər və yaxud səs vermə nəticəsində həmin qərarı ikinci plana keçirə bilərdilər. Bir də nəzərə almaq lazım ki, dövr necə dövr idi? 17-ci ilin fevralından sonra, yəni Rusiya imperiyası dağılandan sonra artıq yeni respublika quruluşu gələndən sonra insanların əhval-ruhiyyəsi də tam fərqli idi. Yəni sizə deyim ki, Fətəli xan Xoyski də xan nəslindən olsa da, o özü də bəlkə o həvəsdə deyildi ki, mən yəni xanlıq qurun, elə belə davam edəcəyik də. Birinci Dünya müharibəsinin yekunundan sonra bütün dövran dəyişmişdi. Osmanlı imperiyası dağılmışdı, Avstriya Macarıstan, Almaniya imperiyası dağılmışdı. Ümumi insanlarda o respublika quruluşuna maraq, həvəs yaranmışdı. Və bütün bu ümumi dünyanın gedişinin təsiri idi ki, bizim insana da bu təsir eləmişdi və yekunda parlament respublika yaranmışdı. Orada verilən qərarların nə qədər belə deyim, yekunda reallaşıb, reallaşmaması da mübahisə ola bilər. Çünki bəzən qərar verilir amma onu real icra etmək belə deyim mümkün olmurdu. Məsələn, Qarabağ üzərində kontrol heç də həmişə alınmırdı. Bəzən ermənilərin qiyam qaldırması, məsələn, bunu bəlkə də çoxsu bilmir. Bütün Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvanı kontrolda saxlaya bilməmişdilər. Orada hətta bir ara Amerika general qubernatorluğu yaratmaq istəyirdilər. Bizimkilər deyirlər ki, hardan çıxdı? Amerika hara, Naxçıvan hara? Amma hətta indi belə deyim də, hətta edilmiş bütün fəaliyyətlər belə, bunu bir dəfə demişdim. Belə deyək də, futbol dili ilə yanaşsaq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Bakının onun paytaxtı olması 1918-ci ildə bunun əmsalı bəlkə də 25-idir. Azərbaycanın yaranmaması əmsalı bəlkə də 1.2 idi. Yəni o vaxtı kimsə marağa pul atmaq istəsəydi buna, Xalq Cümhuriyyətinin yaranmamasını pul atardı, nəinki yaranmasına. Məsələn, bizdə elə təəssürat yarana bilər ki, nə yaxşı getdi türkləri dedi ki, kömək eləsinlər. Onlar da gəldilər Qafqaz İslam ordusu ilə. Yəni bir-iki günə Bakını azad etdi, əla, super oldu hər şey. Halbuki Bakı Sovetinin ordusu kifayət qədər güclü idi. Məsələn, bizim tarixçidə də çox da belə danışılmayan bir şey var. 18-ci ilin mart soyqırımı olmuşdu. Mart soyqırımından sonra bizim ziyalılar xəbər göndərmişdilər Dağıstana ki, bizi qırırlar, kömək eləmək lazımdır bizə. Onlar da deyəndə müsəlman qardaşlığı zəminində Bakıya qoşun yeritmişdilər ki, bu daşnaqları və digərlərini aradan çıxartsınlar. Çünki qırğınlar davam edirdi. Siz təsəvvür edin ki, 18-ci ilin martında qırğın olur. Apreldə həmin qoşun gəlir, səhv etmirəmsə Xırdalan yaxınlığında döyüş olur. Ermənilər onları məğlub edir, Dağıstanlıları. Hələ bu azmış kimi gedib Dağıstanı da yarısını tuturlar. Və bu belə deyim də bütün bu söhbətlərin yekununda Qafqaz İslam ordusu kifayət qədər gücü də heç yox idi. Məsələn, bizim çox böyük bəxtimiz gətirmişdi ki, ümumiyyətlə Osmanlının ağlına gəldi ki, İstanbul orada əldən gedir, amma gedək bir dənə Bakını tutaq da. Yəni orada Ənvər Paşanın və digərlərinin belə bir təşəbbüsü olmasaydı, üstə gəlsin. Qarabağdakı ermənilərlə Bakıdakı ermənilərin siyasi baxışları fərqli olmasaydı, onlar hərəsi başqa cinahda çıxış edirdi. Onlar birləşsəydilər, ümumiyyətlə Qafqaz İslam ordusunu da bəlkə də məğlub edə bilərdilər. Ona görə də yəni indiki dövrdən baxanda bəzi şeylər bizə qəribə gələ bilər ki, bunu niyə veriblər, bu qərar niyə verilib, amma o dövrə qayıdanda yəni mənə elə gəlir ki, edilə biləcək hər şeyin bəlkə də daha üstünü ediblər. Bəlkə də edə bilinməyən şeyləri ediblər. Hal-hazırda, yəni Cümhuriyyət haqqında danışanda Azərbaycanda çox vaxt haqsızlığa uğradığını düşünürəm. Çünki insanların çoxu sadəcə 23 ay çəkdi
əslində heç nə etməyiblər. Uzun ömürlü olmadı. Yəni müasir Azərbaycan üçün bir qatqısı yoxdur deyə fikirlər səsləndirirlər. Siz buna necə yanaşırsınız? Açığı mən bu fikirləri lap çox da eşitmirəm. Mənim şəxsi təcrübəmdən budur ki, bəlkə bir 85-in 15-ədir, 85% Bir onu çoxu da onsuz da tanımır və xəbərləri də yoxdur. Onda o məqama da toxunaq. təəssüf ki, bəlkə də. Belə deyim də, o dövrdə verilən qərarların nə dərəcə düz olub olmaması, həmin qərarların indiki dövrə təsiri haqqında danışsaq, bəlkə də ən çox danışılan və müzakirə olunan şeylərdən biri odur ki, İrəvanı niyə verdilər? Amma bu məsələyə indiki prizmadan yanaşanda bu biraz xeyli ədalətli görsənir. Yəni biraz yox. Bax siz təsəvvür edin ki, 44 nəfər oturmusunuz Tiflisdə. 44 nəfər də öldü. O da istiqlaliyyət bəyannaməsini qəbul edəndə 26 nəfərdir hətta. Yəni belə deyim də 20-30 nəfər oturmusunuz bir yerdə. Hamınız Azərbaycanlısınız. Və deyirsiniz ki, biz Azərbaycanı müstəqil elan edirik. Hətta müstəqilliyin elanı haqqında xəbəri belə dünyaya çatdıra bilmirsiniz. Bizim dərsliklərdə söz var. Fətəli xan Xoyski dünya ölkələrinə mayın 29-da xəbər çatdırdı ki, biz müstəqilik. Halbuki heç birbaşa xəbər də çatdıra bilməmişdi. Çünki gözlər imkan verməmişdilər teleqrafdan istifadə etməyə. Fətəli xan Gəncədəki qardaşına çatdırmışdı. Onun orada telefonu vardı. O telefondan xəbər alandan sonra Gəncə cəmaətine demişdi. Sonra oradan İstanbula ötürmüşdülər məlumatı. İstanbuldan da başqa yerlərə ötürmüşdülər müstəqillik haqqında məlumatı. Yəni siz təsəvvür ki, xəbərin ötürülməsi imkanı olmadığı halda belə həmin insanlar qınayırlar ki, niyə İrəvanı Ermənistana verilir? O vaxtı axı heç Bakı bizim əlimizdə deyildi. Yəni bunların birinci məqsədi o idi ki, Rəsulzadə maraqlı nə idi? Azərbaycan xəritəsinə baxsaq Qartala oxşayır və Bakıdan başına oxşayır. Rəsulzadə deyir ki, biz Bakını itirsək sanki başsız qala bilərik. Ona görə birinci növbədə onları qorumaq lazımdır. O dövrə qayıtsaq, bax təsəvvür ki, Rusiya imperiyası dağılıb, ortada sərhəd zad yoxdur da. Heç bilinmir ki, Ermənistan və Azərbaycan anlaşmaları təzə-təzə yaranıb. Kim haranı qoruya bilirdisə, oranı belə qorumağı və əlində saxlamağa çalışırdı. Tutaq ki, ilk dövrlərdə Gürcülər, sonra Dağıstan, Zaqatala, Balakən zonasına iddia edirdi. Bizimkilər çox belə təkidli cəhdlərlə oranın ağsaqqalları ilə danışıb inandırmışlar ki, yox, Azərbaycanın tərkibində qalmalısan. Dağıstan bəzi yerlərdə iddia edirdi ki, Quba bizim olmalıdır. Bizimkilər iddia edirdilər ki, Batumi bizim olmalıdır. Təsəvvürsüz Batumi hara, bura hara. Yəni indiki dövrdən də bizə qəribə gəlir ki, Batumi niyə iddia edirsən? Hələ ki Bakını vədimdə güclə qoruyursan. Amma o dövrə qayıdanda biz başa düşməliyik ki, ortada sərhəd zad bir şey yoxdur. Nə ələ keçirə bildinsə, sənin olacaq. Yəni nəyi kontrol edə bilirsənsə, müəyyən müddətdən sonra hansısa müqavilə imzalanacaq və bu sənin olacaq. Nəyi edə bilmirsənsə, qaldı o birisi ölkənin ixtiyarına. Bizim də o vaxt heç bir qüvvəmiz yox idi. Arxalana biləcəyimiz yeganə hərbi qüvvə Osmanlı imperiyasının idi. Qafqaz İslam ordusu idi. Bəlkə də Qafqaz İslam ordusu rəsmən Osmanlı ordusu sayılmır da. O sanki könüllülərdən ibarət bir ordu kimi sayılır rəsmiyyətin üzərində. Və Osmanlı da deyir ki, İrəvan verilməlidir Ermənistan, çünki onların siyasi mərkəzi yoxdur və bu vəziyyətdə bununla razılaşmaqdan savayı ümumiyyətlə çıxış yolu yoxdur. O da İrəvandan olan nümayəndə çox belə təsirli bir söz işlətmişdi. Deyir ki, öz Azərbaycanınızın müstəqilliyini əldə edib biz İrəvanda yaşayanları unutmayın. Yəni öyle doğrudan çox təsirli ki, İki nəfərdən söhbət gedirdi orada. Siz kitabınızda qeyd etmisiniz onu. Bəli, deməli öz Azərbaycanınızın ifadəsi də maraqlıdır. Yəni o tez-tez başlayır o fikirlər yaranmağa ki, Azərbaycan buradır, biz indi oradan kənarda qalmışıq. Ora süzün Azərbaycandır, amma biz də İrəvan ərazisində qalmışıq və bizi unutmayın. İndiki İran Azərbaycanlılarından bir paralel keçirə bilərik məncə. Onlardan nə qədər Azərbaycanlı olsalar da bizim Azərbaycandır. Onların yaşadığı tərəfdə, yəni hələ də eyni yerə gəlib çıxırıq. Biraz o başqa məsələlərdir. Mənə gəlir biz o daha çox tarixə geriyə qayıtmaq lazımdır o söhbətləri eləmək üçün. Amma yəni ilkin sualımıza qayıtsaq isə, yəni İrəvanın verilməsi əsas mübahisəli söhbət. Bu sadəcə Fətəli xan Xoyskinin də dediyi kimi, yəni qaçılmaz bəla idi. Yəni bu olmasaydı bizim ümumiyyətlə fəaliyyətimiz, Cümhuriyyətin fəaliyyəti ümumiyyətlə şübhə altında ola bilərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti indiki Azərbaycanımızı təsir edir. Bizim də qanunlarda nə yazılıb? Yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Yəni biz ona görə indi müstəqilik ki, 20-ci ilin aprelində ruslar gəlib buranı işğal edəndə burada bir institut vardı, yəni dövlət institutu vardı. Onlar gəlib sadəcə deyə bilməzdilər ki,
Dağılışın, indi bura Rusiyaya qatacağıq. Burada bir dənə institut vardı və Azərbaycan 20-22-ci illər arasında hüquqi cəhətdə, yəni belə deyim, faktiki olaraq yox, sənəd üzərində müstəqil idi. Deyir ki, Azərbaycan SSR dövləti idi, rəhbəri ilk dövrlərdə Nərimanov idi. Cümhuriyyət xadimlərinin bunu belə deyim də tanıtması, 20-ci ilin yanvarında bunun Antanta dövlətləri tərəfindən de facto tanınması onunla nəticələndi ki, ruslar buranı işğal edəndə, bolşeviklər buranı işğal edəndə onlar razılaşmağa məcbur olmuşlar ki, bəli, biz dövlətə sanki belə deyim də bu dövlət var, onu artıq inkar edə bilmərik. Və o olmasaydı bizim taleyimiz belə deyim də ən yaxşı halda indiki Dağıstan, İnquşetiya və ya digər yerlər kimi ola bilərdi. Şimali Qafqazda da o vaxt dövlət yaranmışdı, Dağlılar Respublikası. Amma onlar fəaliyyətini həm çox davam etdirə bilməmişdilər, həm Avropada tanıda bilməmişdilər. Yəni nəticədə nə oldu? Dağıstan yarandı, o ən yaxşı halda muxtar respublika formasında yarana bildilər. Amma məhz onun nəticəsində idi ki, 20-ci ildə burada dövlət vardı. Sonra məhz o da SSR-in tərkibinə ayrıca olaraq respublika kimi daxil oldu. 91-ci ildə də SSR dağılanda biz də ayrıldıq, çıxdıq. Yəni 90-cı ilin müharibələrini nə qədər canfəşanlıq eləsələr də Çeçenistan Rusiyanın tərkibindən çıxa bilmədi. Niyə görə? Çünki onların o arxaya söhkənəcək bir institutu yox idi həmin dövr ərzində. Biz Cümhuriyyətin varisi olduğumuzu deyirik. Bəs sizcə, o vaxtki Cümhuriyyət xadimlərindən biri müstəqil Azərbaycana gəlsə və hal-hazırki vəziyyəti görsə, ən çox xoşuna gələn və dəyişdirmək istəyəcəyi məqamlar hansılar olardı? Yəqin ki, o dövrdə yaşamış hansısa bir nazir və yaxud da deputat indiki dövrə gəlsəydi, onun sevinə biləcəyi bir nömrəli məsələ bizim ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmək olardı. Çünki o dövrdə Qarabağ üzərində nəzarət gah təmin olunmuşdu, gah təmin olunmamışdı. Qiyam qaldırırdılar ermənilər və kifayət qədər qüvvələr vardı bu məsələləri təsirləyən. Bayaq dediyim kimi Naxçıvan ümumiyyətlə bizim əlimizdə deyildi. Məsələn, o dövrdən kimsə gəlsəydi və görsəydi ki, biz artıq 86,6 kvadrat kilometrdə tam olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmişik, o bəlkə də sevincdən ağlayardı. Çünki o dövrün bir fikrində indiki sərhədlərimizdə tam bərqərar olunmağımız onların belində fikirlərini bəlkə də uzun illər aparacaq bir iş idi. Və bu məsələnin gerçəkləşməsi, artıq hər bir Azərbaycan şəhərində Azərbaycan bayrağının dalğalanması onlar üçün əminəm ki, istənilən bir deputat üçün və ya nazir üçün yəni unikal sevindirici xəbər ola bilərdi. Başqa bəlkə də sizə deyim ki, bəlkə də bizə indi adi gələn şeylər var, amma o dövrdə həmin məsələlər yox idi və çox sevincli görsənə bilər. Tutaq ki, indi ali məktəblərimizin sayı. Bizdə siz təsəvvür edin ki, 50-ci illərin sonunda artıq Azərbaycanda olan ali məktəblərin sayı Türkiyə, İran və İraqdakı bütün ali məktəblərin sayından daha çox idi. Yəni Cümhuriyyət vaxtı ancaq bir dənə Bakı Dövlət Universitetini yarada bilmişlər. O da böyük mübahisələr və müzakirələrdən sonra əhalinin çoxusu yazıb oxumağı bacarmırdı. Savadsızlıq idi. Siz təsəvvür edin ki, Səməd bəy Mehmandarov öz əmrlərinin birində Azərbaycan xalqına müraciət etmişdi və sonda yazmışdı ki, bu sənədi oxumağı bacaranlar onu oxumağı bacarmayanlar da oxusunlar. Çünki o başa düşürdü ki, indi mən bu sənədi yazmışam, amma faktiki olaraq bunu çox adam oxuya bilməyib və şifahi şəkildə kiməsə başa salmaq lazımdır. Savadlıq dərəcəsinin kifayət qədər artması onları sevindirə bilərdi. Müasir texnologiyalar onları ümumiyyətlə şoka sala bilərdi sizə deyim. Çünki texnoloji cəhətdən hətta o dövrün dünyasından belə kifayət qədər geri qalmışdı Azərbaycan. Yəni biz təsəvvür edin ki, Parisdəki nümayəndələrimiz Bakıdakı nümayəndələrlə əlaqə saxlaya bilmirdi. Ancaq hansısa kuryerə məktubu verirdin, o gəlib çatdırırdı. Burada belə bir kuryoz halda yaşanmışdı ki, Topçubaşov İstanbulda olanda onu artıq Parisə təyin etmişdilər nümayəndə heyətinin rəhbəri kimi. Ona bu xəbəri İranın Xarici İşlər naziri çatdırmışdı. Yəni təsəvvürsüz İran Xarici İşlər naziri onu desəydi ki, dur get Amerikaya, bilməm indi bəlkə də çaşıb Amerikaya da gedə bilərdi də. Bunu da zarafatca deyirəm. Topçubaşov çox belə dəqiq adam idi, hər şey dəqiqliyi ilə yerinə yetirirdi. Amma sən başqa ölkənin Xarici İşlər nazirinin sənə deməsi ki, sənin ölkəndə belə bir qərar qəbul olunub, onu yerinə yetir, o da belə kuryoz haldır. Və yaxud da Azərbaycanda baş nazir dəyişəndə bu Fətəx Xoyski istefa vermişdi, Nəsib bəy Yusifbəli yerinə gəlmişdi. O bu xəbəri qəzetdən oxumuşdu. Ümumiyyətlə şoka düşmüşdü ki, sonra məktub yazmışdı ki, bu bir
şeydir də, bu qəbul olunmaz və gülünc bir faktdır ki, mən qəzetdən oxuyuram, özüm də parlamentin sədriyəm. Mən qəzetdən oxuyuram ki, siz baş naziri dəyişmisiniz də orada. Yəni bütün bu texnoloji şeylər onlara çox qəribə gələ bilərdi və düzdür indi də bəlkə biz texnoloji cəhətdən bir xeyli Amerika ilə və yaxud da qabaqcıl Avropa ölkələri ilə götürsək indiki süni intellekt dövründə və s. və axır müəyyən sahələrdə geri qaldığımız müşahidə olunur. Amma həmçinin də belə boynumuzu dalmalıyıq ki, mümkün qədər ora da çatmağa çalışırıq. İndi süni intellekt barəsində son aylarda edilən proseslər və s. biz başa düşürük ki, dünya hansı tərəfə gedir, biz də o tərəfə getmək istəyirik. Ona görə də bunları görsəydilər, onlar sevinə bilərdilər. Amma bura gələndə nəyə kədərlənə bilərdilər? Məsəl üçün, onların bir neçə reallaşmamış ideyası var idi. İdeyalardan biri Azərbaycanda qatarların pulsuz olması idi. Məsələn, onlar ictimai nəqliyyatı pulsuz eləmək istəyirdilər. Bu Nağıl bəy Şəxsamanlının xatirələrində yer alır. Bu deyir ki, bu düzdür qanun layihəsinə kimi gəlib çıxarılmamışdı, amma müzakirələr olunmuşdu o barədə. Və mənə şəxsən maraqlı gəlmişdi ki, təsəvvür edirsiniz, yəni səhv etmirəmsə Avropada ancaq Tallin şəhərində, Estoniya paytaxtında və Serbiya paytaxtında 25-in yanvarından ictimai nəqliyyat pulsuz olub. Bir də bütün ölkə ərazisində pulsuz olan yeganə yerdə Lüksemburqdur. Bu da elə yaxın 5-10 ildə olmuş hərəkətlərdir də. Yəni amma bunlar 100 il əvvəl onu fikirləşmişdilər ki, biz qatarları pulsuz eləsək, bizim iqtisadiyyatımız, ümumiyyətlə nəqliyyat daha yaxşı inkişaf edəcək. Nəinki biz oradan insanlardan pul götürsəydik. Yəni onlar bəlkə də gəlsələr təəssüflənərdilər ki, haydi biz 100 il əvvəl fikirləşmişik. Hələ ki bu işlərə doğru bizdə lazım addımlar atılmıyor. Bu belə. Çox sağ olun. Maraqlı söhbətiniz üçün çox təşəkkür edirik. Bu qədər. Siz sağ olun.